Salam, xoş gördük. Biz 2 nömrəli Bakı Bazı Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı olaraq yeni qəbul olan tələbələrimizin ilkin təəssüratlarını öyrənmək üçün buradayıq. Gəlin onların kollec və ixtisaslarla bağlı fikirlərini daha yaxından öyrənək. Kollecdə ilk gününüz necə keçdi? İlk gün rəhbərlik ixtisasımızın əhəmiyyətini bizə izah etdi. Bu sözlər mənə çox xoş oldu və mən bir daha əmin oldum ki, seçdiyim yol doğru yoldur. Gələcək planlarınız nədir? Mən qəbul olduğum ixtisasın sirlərini daha dərindən öyrənib, gələcəkdə peşəkar orta tibb işçisi olmaq istəyirəm. Mən Tamerlan İsmailzadə, tibb qardaş şöbəsində təhsil alıram. Gözləntilərinizlə indiyənə qədər gördükləriniz üst-üstə düşürmü? Gözləntilərim dedikdə, hətta üst-üstə düşür deməzdim, daha artıq ilə rastlaşdım. Yəni, burada müəllimlərin tələbələri olan münasibəti, tələbələrin münasibəti yəni, çox mükəmməldir. Nigar Hacızadə ortopedik stomatologiya ixtisasının tələbəsiyəm. Seçdiyiniz ixtisas sizin üçün nə ifadə edir? Texnologiyanın inkişafı, yeni müalicə üsulları və bu sahədə daha çox yaradıcılıq tələb etməsi məni bu ixtisasa daha da həvəsləndirir. Mən Məmmədli Güney, mamalıq şöbəsində təhsil alıram. Ən çox maraqla gözlədiyiniz dərs hansıdır? Ən maraqla gözlədiyim fən mikrobiologiyadır. Çünki gözlə görünməyən, amma insan orqanizminə böyük təsir olan canlıları öyrənmək mənə maraqlı gəlir.